Salam əziz dəyərli bizim şəhid ailələrimiz. Bugün Respublika Şəhid Ailələrə Qayğı Cəmiyyəti Xocavənd rayon şöbəsi olaraq Qazi Gülməmmədov Hamlet Həsrətoğlu Xocavənd rayon sakini. Bugün biz neçə müddətdir bildiririk ki, bizim dövlətimizə xain çıxan, dövlətimizə qarşı çıxan, Ali Baş Komandanımıza xain çıxan, Ramiz Mehdiyevin övladı general mayor, 40 yaşında general mayor Temur Mehdiyev nəhayət ki, cənab prezidentin sərəncamı ilə işdən azad edildi bu günləri, Fövqəladə Hallar Naziri ilə. Bugün neçə günlərdir Fövqəladə Hallar Naziri Kemaləddin Heydərova mən şəxsən müraciət eləmişdim. Bütün şəhid qazi veteran ailələr adından, qazilər adından. Temur Mehdiyev xain atanın övladıdır, vətənə xainlikdə, dövlət çevrilişinə, iddiamda bildirilən Azərbaycan Respublikasının xain, qazilərin xaini, şəhid ailələrinin xaini, xalqımıza xain bir insanın övladıdır, Ramiz Mehdiyev. Onun övladı bu günləri Fövqəladə Hallar Nazirliyində müavin işləyirdi. General mayor, 40 yaşında general mayor. Bu şərəfsiz necə general mayor işləyir 40 yaşında? Onu kimsə hələ açıqlama vermir ki, 40 yaşında necə olur general mayor? 17 yaşından çöllərdə canımızı qoymuşuq, torpaq uğrunda. Səhhətimizin bir hissəsini itirmişik. Bu haqq ədalət gəlməlidir. Bugün Allah dövlət başçımız İlham Əliyevə can sağlığı versin ki, bugün haqq ədalət bərpa olunur. Bugün biz qazi, veteran, şəhid ailələrimiz rahat yaşamalıyıq. Bu bizim nazirlərimiz, bizim bu günlərin komitə rəhbərlərimiz, bugün bizim bahara baxırsan bu günlərin milyardlar dağılır bu respublikadan. Bu düzəlməlidir bu nə vaxtsa. Bugün bir dənə şərəfsiz, vicdansız atanın övladı, şərəfsiz ermənidən törənən, anası erməni, nəsli erməni olan Temur. Temur deyirlər sənətdə belə. Temur Mehdiyev işdən azaddır, general mayor. Sənin başına daş düşsün general mayorun. Fövqəladə Hallar Naziri Kemaləddin Heydərov. Neçə gündür sizə deyirəm. Axır bildiyin ki, sən öz işimi nə görməlisən. Hələ bilmirsən. Mən yenə deyirəm, Fövqəladə Halların hər gün cinayətkar orada məmurları var. Narkotik çəkən məmurları var. Pis işlərlə görən məmurları var. Fövqəladə Hallar Naziri Kemaləddin Heydərov bugün öz işi ilə məşğul olsun. Olmur. Başı qarşı, bu da Fövqəladə Hallar neyinir ki, Rusun adamıdır, birbaşa. Ramiz Mehdiyevə yaxın bir adamın biridir. Onu heç kimdə mutlu olması, bir gündə Kemaləddin Heydərovun qapısı döyüləcək, Allahın köməkliyi ilə. O da döyüləcək qapısı. Nəyə görə? Çünki Azərbaycan dövlətinə xəyanət edən insanlardır. Hamısı. Bugün bizlərindəki Polad Bülbüloğlu, Şuşa Ağdam Xocavənd seçki dairəsində mən namizədliyimi vermişdim. Onu orada seçən insanlar var idi. Ramiz Mehdiyevin tapşırığı ilə. Halbuki hər bir məntəqədə ona bir dənə səs verən vardı. Polad Bülbüloğlu'nun heç bir Qarabağlı səs vermək istəmir. Amma zorla Ramiz Mehdiyev onu da deputat elədi. Nə olsun? 1 il 4 aydır Polad Bülbüloğlu bir dənə şəhid ailəsi ziyarət eləmir, gəzmir. Amma mən yenə də təşkilat sədri olaraq şəhid ailələrimin yanındayam, qazilərimizin yanındayam. Allah şəhidlərimizə rəhmət eləsin. Polad Bülbüloğlu'nun da qapısı bir gün döyüləcək. Ona da vətənə xəyanətdə Rusiya kəşfiyyatını işləyən insanlardır. 5-ci kolon Azərbaycanda təmizlənməlidir. Yox olmalıdır. Biz bilməliyik ki, bu dövlətə, millətə canımız yanan, qanımızı tökən insanlarıq. Dövlət uğrunda 17 yaşından səhhətimiz pozulan, səhhətimizin bir hissəsini itirən insanlarıq. Biz heç vaxt imkan verməyəcək ki, belə bir korrupsioner alçaqlar mənim dövlətimə əl uzatsın, mənim bayrağıma əl uzatsın, mənim dövlətimə qarşı ondan xəyanətli iddiam olacaq. O olsun. Onlara imkan verməyəcək. Onlara heç vaxt imkan verməyəcək ki, dövlət çevrilişinə cəhd eləsin. Mən demişəm axı ki, kim ona qalxarsa, onun başçısında mənim dövlətimə qarşı çevrilişə hazırlaşsın. Bunu hamı bilsin. Biz Ali Baş Komandan İlham Əliyev cənablarının arxasındayıq. Biz Mehriban xanımın arxasındayıq. Mehriban xanımın qazi qardaşları var.
50 mindən çox, 100 mindən çox Mehriban xanımın qazi qardaşları var. Çünki o bizə bazı kimi deyib ki, qazilər bizim qardaşlarımızdır. Mənim qardaşlarımdır. Biz də öz xanımımızla, öz bacımızla, öz Respublikanın birinci xanımı ilə fəxr edirik. Onların bütün siyasətini dəstəkləyirik. Ali baş komandanın bütün siyasətin, qazi, veteran, şəhid ailələri dəstəkləyir. Amma çox təəssüflər olsun ki, bu məmurlar, bu nazirlər, bu deputatlar getməlidir. Bunlar bir-bir getməlidir. Bugün parlamentdə 30 ildən çox deputat var. Niyə olmalıdır? 20 ildən çox nazir var. Niyə olmalıdır? Bunlar qutarmalıdır. Bunlar işlərin qutarıb, bitirib getməlidir. 30 il deputat olanmaz. Qutarmalıdır. Tamam, bitti getdi. Bugün hamısını ağıl darışı deputatlarımızın. Bütün deputatların hamısı başta Sahibə Qafarov olmaqla birbaşa deyirəm. Ali Sovetin sədri Sahibə xanımın birbaşa içində o olmaq şərti ilə onlar da istifa verməlidirlər. Hamısı Milli Məclis təzədən seçki getməlidir. Qanun seçki getməlidir. Bu insanlara xidmət eləməyin vaxtıdır. Kimsə bunu başa düşür, bu millət xidmət eləməyin vaxtıdır. Kimsə başa düşmür. Onun başa düşməyəndə cənab prezident İlham Əliyev onları başa salacaq. Sahibə Qafarov haqqında da deyəcəyimiz var. Vaxt gələcək onunla deyəcəyik. Rusiyanın hansısa bir kimsə nəsə ad günü keçirir. Amma Sahibə Qafarova, Milli Məclisin sədri, xanım Qafarova bir dənə şəhid ailəsinə gedib ad günü keçirmir. Çox təəssüf edirik, onda pisləyirik. Ümumiyyətcə 20 il deputat olmaz, 20 il nazir olmaz. Bunlar dəyişilməlidir. Bizim xalqımız dövlətimizin arxasındadır. Nəfəs almalıyıq. Dövlətimiz uğrunda, bayrağımız uğrunda, müstəqillik uğrunda. Bu insanlara çatmır müstəqillik nədir, dövlət nədir. Bunlardakı rüşvət, dövləti dağıtmaq, talamaq, bunlar odur. Biz canımızı qoymuşuq, səhətimizi itirmişik, nə istəyirik? Dövlətimizin bərpasını istəyirik, yüksək səviyyədə yaşamalıdır. Qazi, veteran, şəhid ailəmiz və digər sosial müdafiəsi aşağı olan insanlarımız gözəl yaşamalıdır. Çünki buna haqqımız var. Torpaqlarımız işğaldan azad olub gözəl yaşamalıyıq. Bütün təminat olmalıdır. Amma bu şərəfsizlər bizə imkan vermir. Hansı şərəfsiz naziri qaldırırsan altında 100 milyon, 500 milyon, 1 milyard pul var. Halbuki mənim şəhid qazi veteran ailələrim hansı vəziyyətdə yaşayır göz qabağındadır. Bugün yaxşı ki, hələ cənab prezidentin hələ nəzarəti var. Nəzarət olmasa gör bunlar neyniyər? Yəni ki, bugün cənab prezidentin verdiyi bu qərarı çox alqışlayırıq, sevinirik. Şəxsən biz qazilər, veteranlar, şəhid ailələri axır ki sevindik ki, xain atanın övladı fövqəladə hallardan işdən azad edildi. O da cənab prezidentin sərəncamı ilə. Bunu Kemaləddin Heydərov o kar qulağını açsın, eşitsin. Yığışdır orada o onbazlığını yığışdı. Rusiya işləməyini yığışdı. Birbaşa Kemaləddin Heydərova deyirəm. O narkoman şöbə rəis mavini qoymuşsan, onu da yığışdır orada. Bir insanın qanında adın yandı billər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşı bir il bundan qabaq narkomaniya ilə bağlı işdən azad olunub. 2 ildən sonra bunu gətir şöbirə mavin qoyurlar. Bu necə qurumdur? Necədir? Kemaləddin Heydərov sən nəslin kökün yeridir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyidir. Nə vaxt sənin şəxsi şirkətin olar, onda mən işlədə bilmərəm, özün bilərsən. Kimi götürsən? Amma bu dövlətindir. Sən ora parmaq uzada bilməzsən, ora narkoman yığa bilməzsən, pozğun şərəfsiz insanları yığa bilməzsən. Çünki sən özün də Rusiya, Şoyqunun dostusan, Rusiya işləyən bir adamsan. Mən bu Temur Mehdiyevin işdən azad olması ilə bağlı bütün qazilərimizi təbrik edirəm. Allah cənab prezidentimizə dəyməsin. Axır ki o işdən azad olundu. Çox sağ olun, var olun. Əli Kərimlisi olsun, o birisi olsun, hər birisi Azərbaycana bilin, dil uzadanın dövlət çevrilişinə, Azərbaycan müstəqilliyinə toxunan bir insanı məhv eləyərəm. Çünki biz qazi, yaralıyıq. Mənim dövlətim uğrunda yaralanmışıq, canımızı qoymuşuq. Dövlətin müstəqilliyi bizdən ötürü dəyərlidir. Canımızdan, qanımızdan ötürü dəyərlidir. Hər zamanda o müstəqilliyimizi qoruyacaq. Bu xainlər nə edəcək? Dövlətimiz ona layiqli cavab verəcək. Allah bizim buradan
Cənab prezidentimizə can sağlığı versin. Allah dövlətimizin təhlükəsizlik xidməti cənab Əli Nağıyevə can sağlığı versin. Arxasındayıq. Vilayət Eyvazovun, Dağışlar Nazirinin arxasındayıq. Hər bir qazi şəhid ailəsi dövlətin qurumunu dəstəkləyirik. Allah sizlərə dəyməsin. Allah sizləri var eləsin ki, belə şərəfsizləri ifşa edin, tutun. Qoy xalqımız rahat nəfəs alsın. Çox sağ olun, var olun.